Hər birinizə salamlar. Xoşbəxtlik Axtarışında podkastının 4-cü bölümünə xoş gəlmisiniz. Bugünkü mövzu üçün çox həyecanlıyam. Çoxdandır danışmaq istədiyim, həmçinin də mənim üçün çox vacib olan bir mövzudur. Hansını haqqındakı danışmağı da çox sevirəm, araşdırmağı da, ümumiyyətlə düşünmək belə bu mövzuda çox mənim üçün maraqlıdır. Bu mövzunun adı gələndə belə artıq mən o yerimdə dura bilmirəm hisslərini yaşayıram. Və gəlsək ki, bu mövzuya hardan gəldim, niyə bunu seçdim sırf bu bölümdə? Bu yaxınlarda bir tamaşaya getmişdim. Sənsiz tamaşası. Ölkədə son zamanlarda ən məşhur tamaşalardan biridir. Biletlərini belə tapmaq bəzən çətin olur ki, çox rəğbət görüb həm direktor və bu orqanizasiya tərəfindən çox güclü olduğu üçün həm aktyor seçimlərində ümumiyyətlə hər şey ilə çox tərif alan bir tamaşaydı və hər birinizə də məsləhət görürəm. Hələ ki sezonda olacaq. Bu tamaşada məni ən çox düşündürən məsələlərdən və mənim bununla bağlı düşüncələrimi də təzələyən bəzi məqamlar oldu. Onunla bağlı paylaşmaq istəyirəm fikirlərimi. Ki bu tamaşada belə bir məsələ var ki, ilk öncə spoiler ola bilər biraz, amma çalışacağım çox da girməyim mövzulara. Belə bir məsələ var ki, bir çoxumuzun ağlına sevgi deyəndə nə gəlir? Ümumiyyətlə sevgi deyəndə nə başa düşürük? Bütün yaradıcı insanlar, bəstəkar, şair, rəssam hamı sevgidən yazır, çəkir, nəsə eləyir sevgi ilə bağlı. Hamının sevgi ilə bir Türklər demiş, alıb verə bilmədiyi bir məsələ var. Hamının sevgi ilə ya dərdi var, ya problemi var, ya inanmır. Bu normal bir məsələdir, çünki insan təbiətində mən düşünürəm ki, sevib sevilmək istəyi var. Amma ki, məni düşündürən suallardan biri oydu ki, niyə Azərbaycan olaraq və deyərdim ki, hətta bir çox ölkələrdə sevgiyə qarşı biraz yaralıyıq. Yəni sevgi deyəndə bir çoxumuzun ağlına xoş hisslər, qarşılıqlı hörmət və daha yaxşı hisslərdən çox əzab, əziyyət, eşq, yəni mənim gördüyüm ən yaxın mədəniyyətini müşahidə edə bildiyim iki xalq olan Azərbaycan və türklərdə eşq, aşk belə ancaq dərdli məsələlərdir. Yəni birinin dərdindən ölmək biz sevirik ki, çox deyək ki, ay sənsiz yaşaya bilmərəm. Bunu tamaşada çox təkrar elədikləri üçün bu mənə istədim ki, mövzuya xüsusilə toxunum. Ay sənsiz yaşaya bilmərəm, mən sənsiz ölərəm, nəfəs ala bilmirəm. Sən getsən belə olaram, sənsiz belə olaram. Ki tamaşanın adı sırf onunla bağlı idi, sənsiz və sənsiz necə yaşaya bilmədiyini, amma ki bir qadının sevgilisini ayrı olduğu halda 18 il ayrıca yaşadığını və yenə də inatla necə də mən sənsiz yaşaya bilmərəm sözünü təkrarladığı ilə bağlıydı. Yəni maraqlısı odur ki, bu sadəcə bu tamaşaya məxsus bir məsələ deyil. Mənim gördüyüm qədərilə də bütün mahnılara da qulaq assanız, əsərlərə də baxsanız, ümumiyyətlə tək Azərbaycandan söhbət getmir. Hamının bir iddiası var ki, mən bir insanı sevirəm, dərdimdən ölürəm, sənsiz yaşaya bilmərəm. Bu həyatda yaşamağımın səndən başqa mənası yoxdur. Yəni başa düşürəm bu niyə yaranıb? Çünki birindən eşitmək, biri sənsiz yaşaya bilməz bu həyatda, birinin dünyada var olmasının tək və yaxud ən önəmli səbəbi sənsən, bu insan egosu üçün çox gözəl bir şeydir. Eşitmək, çox belə özünü vacib hiss elətdirən bir məsələlərdəndir. Bunu başa düşürəm bu tərəfin. Amma ki, mən düşünürəm ki, biri üçün ölmək çox insan edə biləcək məsələdir ki, çünki belə baxdıqda biri üçün ölmək dedikdə bir dəfə olan bir hadisədir ki, mən sənin üçün ölərəm. Bir gün oldu, öldü və bitdi. Amma niyə biz biri üçün yaşamağı seçmirik və yaxud biri ilə olmaq üçün yaşamağı seçmirik? Çox insan üçün məncə yəni bunu qınamaq üçün demirəm əslində. Sadəcə düşündürür məni ki, niyə biri üçün ölmək, amma biri üçün yaşamaq yox? Mənim gəldiyim nəticə buydu ki, şəxsən daha asandır.
Çünki təsəvvür edin ki, biri üçün ölmək deyəndə sadəcə bir dəfə etməli olduğunuz bir şey var. Amma ki, birinə deyirsinizsə ki, mən sənin üçün yaşamağı seçirəm və ya səninlə yaşamağı seçirəm. Bu 10 il ola bilər, 20, 30, 40 il. Bu deməkdir ki, bu illər ərzində hər gün siz səhər gözlərinizi açandan yatana qədər bu insanı sevməyə söz verirsiniz. Və bu çox böyük bir əmək tələb edəndir. Bunu mən öz münasibətimi başlamamışdan da bununla bağlı çox oxumuşdum ki, doğrudan da sevgi deyəndə hisslərdən tək söhbət getmir. Sevgi doğrudan da birini həm sevməlisiniz hiss olaraq, həm ona qarşı hörmət bəsləməlisiniz. Onun egosuna zərər verə biləcək, onun şəxsiyyətini necəsə təhdid edə biləcək məsələlərdən uzaq durmalısınız ki, ona bir insan kimi xələl yetirməyəsiniz. Bu fizikidən də bir qırağa onun emosiyalarına, şəxsiyyətinə hörmət bəsləmək, onu qorumaq bu cəhətdən ki, hər bir münasibətdə də olur ki, bəzi konfliktlər yaranır və bu konfliktlər vaxtı birini çox sevə bilərsiniz və bu da çox əslində trenddə olan və çox filmlərdə gördüyüm bir məsələdir ki, bir-birini dəli kimi sevirlər, ölürlər bir-birinin dərdindən. Amma ki, söhbət məsələyə gələndə, hər hansı bir söhbətləri, davaları olanda bir-birinin gözünə görünmürlər. Bir-birinə qarşılarındakı ən axırıncı insan kimi davranmağa başlayırlar. Və filmlərdə gördüyüm məsələ budur ki, bunu normallaşdırırlar çox filmlərdəki. Olsun da, yəni dalaşanda arada olur, bir-birinin həddindən çıxırlar, bir-birinə hörmətsizlik eləyirlər. Amma artıq o dava bitdikdən sonra hər şey yaxşılaşır, bir-birinə daha xoşdular, qayıdırlar əvvəlki çox aşiq söhbətlərinə. Mən buna doğrudan da inanmıram. Çünki bir insanın fərqi yoxdur hansı məqamda. Bir qarşınızdakı insanın egosuna xələl yetirdikdə, onun özgüvəninə bir necə deyirlər, bildiyiniz halda, çünki biri ilə çox vaxt keçirdiyimizdə artıq onun şəxsiyyətini tanımağa başlayırıq, zəif nöqtələrini azdan çoxdan başa düşməyə çalışırıq və əgər siz münaqişə zamanı qarşısındakının zəif nöqtəsini, özgüvənsiz olduğu, çəkindiyi nöqtələrini bilib, bilə-bilə ora zərər verdiyinizdə qarşınızdakı insan onu bilir və bunu başa düşür. Heç vaxt unutmur. Çünki bir insanın sənə bilərək emosional və yaxud fiziki zərər verdiyini bilmək heç vaxt insan tərəfindən unudulmur. Bu, yəni travma səviyyəsində də ola bilər, sadəcə kin tutmuram desə belə dərinlərdə bir yerdə sizin ona zərər verdiyinizi bilir. Ona görə də mən düşünmürəm ki, bu çox yerdə göstərilən ki, olar, siz dava da eləyə bilərsiniz, bir-birinizə hər sözdə deyə bilərsiniz. Amma əsas odur ki, bir-birinizi sevin, hissləriniz olsun, dəli kimi aşiq. Azərbaycandakı bu sözün də gəldiyinə heç təəccüblənmirəm. Bir-birinə dəli kimi aşiqdirlər, ölürlər bir-biri üçün. Yenə də ancaq neqativə fokuslanır bu sevgilər. Yəni, qınamaq istəmirəm. Çünki mənə düşməyib və heç kəsi qınamaq mənə düşməyib. Sadəcə məni maraqlandıran hissəsi ondan ibarətdir ki, niyə biz mədəniyyət olaraq belə düşünmüşük? Niyə ilk dəfə bu söz yaradanda bir-biri üçün ölürlərdən başlayıb? Olmazmı ki, biz daha müsbətə fokuslanaq? Çünki biri üçün deyəndə ki, mən onun üçün ölürəm, o deməkdir ki, biz bilinç altımıza, bu subconscious'ımıza mesaj göndərir ki, mənim bu insana qarşı olan hisslərim negativdir. Çünki beyin üçün ölüm bir negativ hadisədir və biri üçün deyəndə ki, mən onun üçün ölürəm, beyin başa düşür ki, okey, bu nəsə düz getmir məsələ. Niyəsə mən bu insana qarşı negativ hissdəyəm və bu ağrı, acı və bu qədər ağrı, acıya fokuslandığımız üçün də həyatımızda əslində o hadisələri yaradırıq. Əgər bizim üçün sevgi ondan ibarətdirsə ki, mən biri üçün ölürəm, həyatımızda elə ssenarilər yaradırıq, elə münaqişələr yaradırıq ki, o hadisənin sonunda bizim üçün ölümə bərabər ağrı-acılar olur. Bunu, bu əlaqəni qurmaq əslində çox da asan deyil ki, necə olur ki, bizim dediyimiz sözlər həyatımızdakı hadisələri çevrilir. Amma ki, bu çox önəmlidir əslində. Çünki bizim beynimiz üçün biz nə deyiriksə o düzdür.
belə bir oxşatma var idi ki, beyin sorğulamır. Əgər siz deyirsinizsə ki, mən bu insan üçün ölürəm, beyin fikir ki, okey, bu ölür onun üçün. Gəlin elə bir ssenari yaradaq ki, o onun üçün ölsün. O onun üçün öz hisslərini qurban versin, ağrı çəksin, əzab çəksin, bunları yaradır. Amma biz desək ki, mən bu insana qarşı gözəl hisslər bəsləyirəm. Mən bu insan üçün özümü daha da yaxşı inkişaf elətdirirəm. Çünki nə qədər çətindir ki, biri üçün siz özünüzü dəyişdirməyə çalışırsınız. Birinin üçün sevgi ona daha çox onu dəyişdirmək deyil, ona nəsə eləməkdən çox özünüz üçün nəsə eləməkdir. Çünki nə vaxt ki bir insan özünü üstündə çalışır, baxır ki, partnyoru üçün nələr lazımdır. Məsələn, onun daha çox görürsüz ki, daha fiziki olaraq sevgisini göstərən bir insandır və sizdə artıq fərqli bir ola bilər ki, siz sadəcə xoşlayırsınız ki, sözlə ifadə olsun sevgi. Amma ki, bu fərqləri görüb oradan münaqişə çıxartmaqdansa başa düşmək ki, okey, mən görürəm ki, mənim necəsə fiziki sevgiyə qarşı bir baryerim var. Görəsən məndə niyə var? Mən onu necə eləyə bilərəm ki, mən də öz sevgimi qarşımdakına onun istədiyi kimi göstərim. Yəni bu məsələlərin üstündə çalışmaq, mən düşünürəm ki, qarşımızdakına olan sevgimizi qat-qat daha güclü göstərir və daha da uzun ömürlü edir deyərdim. Belə bir məsələ var ki, əmək qoyduğumuz hər şey daha da çiçəklənir. Əgər biz bədənimizə yaxşı baxsaq, bədənimizdən görəcəyik ki, artıq daha yaxşılaşır, gümrahlaşır, daha az ağrılarımız olur. Daha da bədənimiz də bizə geri dönüş edir. Və eyni zamanda da karyeramızda əgər resurs qoysaq, ona vaxt sərf eləsək, görəcəyik ki, orada bizə artıq geri dönüşlər gəlir. Eyni sizin münasibətlər üçün və sevgi üçün. Burada münasibətlər və sevgi dedikdə əslində eyni şey nəzərdə tuturam. Çünki mənə görə və oxuduğum statistikalara görə də qarşılıqsız sevgi əslində mövcud deyil. Əgər birinə qarşı qarşılıqsız hissləriniz olduğunu düşünürsünüzsə, demək ki, o insana qarşı başqa bir, bu daha çox travma reaksiyasıdır və o insanda sizə sevgi verməyini gözlədiyiniz valideynlərdən birini görürsünüz çox vaxt. Ona görə mən danışanda daha çox qarşılıqlı münasibətlərə, qarşılıqlı sevgiyə fokuslanmaq istəyirəm ki, bir sevgi üçün də, bir münasibət üçün də çox vacibdir ki, sözlə böyük danışmaq yox, doğrudan da göstərdiyiniz hərəkətlərinizlə və hərəkətlərinizlə bir yerdə dediyiniz sözlərlə də ona da fikir verəsiniz. Belə bir söz var ki, söz büyüdür. Yəni ki, söz sehirdir. Dediyimiz hər bir söz, necə ki, bu filmlərdə gördüyümüz bir sehir eləyəndə hər hansı bir sözlərdən istifadə olunur. Bu, normalda başqa dillərdə olur. Amma ki, bizim öz dilimizdə, hər hansı dili danışmağımızdan asılı olmayaraq, öz dilimizdə dediyimiz sözlər də doğrudan da sehirdir və qarşımızdakına da bir mesaj ötürür. Öz beynimizə də bir mesaj ötürür və bizim doğrudan da həyatımızı formalaşdırır. Əgər siz birinə qayıdıb bir gün deyirsiniz ki, səni sevirəm, o bir gün deyirsiniz ki, sən çox tənbəl adamsan, sən həmişə belə edirsən, sən bunu düz eləmirsən, bu artıq sevgi deyil. Siz sevginin sadəcə bir tərəfinə, bir komponentinə əməl etmiş olursunuz. Bu deməkdir ki, birinin siz əgər buradan nə nəticəyə gəlir, əgər elə bir hadisə varsa, bu deməkdir ki, o adamla ki, sizin istədiklərinizi eləyir, siz onu sevirsiniz. Amma siz istədiklərinizi eləməyəndə o artıq sizi sevmirsiniz. Siz deyirsiniz ki, sən tənbəlsən, sən beləsən, sən eləsən, demək mən səni sevmirəm. Bu, yəni insan üçün biri sizə də elədirsə, siz də qəbul edəcəksiniz ki, okey, bu adam məni sevmir. Növbəti gün yaxşı bir şey deyəndə yenə sevəcəksiniz. Bu artıq necə deyərlər, biraz şərtli bir sevgi formasıdır. Demək deyil ki, siz bir insanı 100%, yəni bütün anlarda sevməlisiniz, bütün anlarda razı olmalısınız, hər şeylə razılaşmalısınız. Əsla belə deyil. Sadəcə sevginin ən əsas pillələrindən biri hörmətdir. Qarşısındakına doğrudan da nə olursa olsun, yəni
qarşısındakinin etdiyi səhvdən asılı olmayaraq, səhv ola bilər, bilərək eləmiş ola bilər, nəsə ola bilər. Nə özünüzə qarşı o hörmətsizliyə icazə verməlisiniz, nə də ki siz başqalarını etməlisiniz. Çünki bu iki tərəflidir əslində. Bir insan özünə hörmət etməyi bacarmırsa, qarşısındakına da hörmət etməyi bacarmır. Və bir insan qarşısındakına hörmət etməyi bacarmırsa, qarşısındakı da ona hörmət etməyəcək. Biraz yanıltmaç kimi oldu, amma məncə dediyimi çatdıra bildim ki, yəni bu iki tərəflidir. Siz ola bilməz ki, qarşısındakına çox hörmətsizsiniz, amma özünüzə gələndə bütün hörmətsizliklərə razısınız. Bu o deməkdir ki, yenə də orada bir uyğunsuzluq var. Siz ya qısa müddətli roldasınız, özünüzü bu rola qoyursunuz, göstərməyə çalışırsınız ki, mən sənə qarşı beləyəm, amma özüm eyb yoxdur, özümə belə eləsəydi olar. Bu əsla elə deyil. Siz ilk öncə qarşınızdakında görmək istədiyiniz hərəkətləri də özünüzə eləməlisiniz. Əgər istəyirsinizsə ki, qarşınızdakılar sizə sevgi göstərsin, özünüzə sevgi göstərməlisiniz. Məsələn, siz həyatınızda heç vaxt özünüz üçün gül almamısınızsa, bunu qarşı tərəfdəkini hiss eləməsi və sizin doğrudan da bunu sevdiyinizi başa düşməsi ilk öncə, məsələn, və yaxud bununla bağlı sizin bir gözləntiniz olduğunu qarşı tərəf heç vaxt başa düşə bilməyəcək. Çünki qadınlar, yəni özümdən bir nümunə olaraq deyə bilərəm ki, əgər mən hər hansı bir rəngdə paltar giyinirəmsə, artıq ətrafımdakılar başa düşür ki, mən bu rəngi sevirəm. Mənlə, mənim hərəkətlərimdən görürlər ki, mən bu rəngi sevirəm və yaxud əsla bir brenddən istifadə eləmirəmsə, xüsusi bir stildən istifadə eləmirəmsə, artıq onlar başa düşə bilərlər ki, okey, bəlkə də uyğun deyil. Amma mən bir şey heç vaxt özüm üçün almamışam, qarşımdakılardan gözləyirəm ki, amma ki siz nə vaxtsa təxmin eləyin, onu mənim üçün alın. Bu heç vaxt belə olmur həyatda. Çox sevdiyim bir söz var ki, əgər siz həyatınızda doğru insanı tapmaq istəyirsinizsə, ilk öncə özünüz doğru insan olmalısınız və özünüz üçün doğru insan olmalısınız. İstəyirsiniz ki, sizə hədiyyələr alsın, özünüzə hədiyyə almağı bacarmalısınız. Və elə yox ki, ayda mən buna çox pul xərclədim, özümə bu qədər dəyər vermirəm. O deməkdir ki, qarşınızdakı da sizə o məbləğdə hədiyyə alanda sözünüzü pis eləyəcəksiniz. Bu çox önəmlidir. Bir də təkrar eləmək istəyirəm bunu, çünki çox adamını eşitdiyi, amma doğrudan da məğzinə tam başa düşmədiyi bir məsələdir ki, özünüzə qarşı necə rəftar olmağını istəyirsinizsə, özünüzlə elə rəftar eləməlisiniz. İstəyirsiniz ki, sizə xoş sözlər deyilsin, özünüzlə danışanda, bilirəm çox adam yəni səsli şəkildə özü ilə danışmır ki, bu da normaldır. Mən sevdiyim bir aktivitədir o mənim üçün. Amma ki, o iç səs dediyimiz səsimiz ki, biz bir səhv eləyəndə bizə reaksiya verir və yaxud biz nəsə danışanda şərh verir, o səsimiz bizlə sevgi ilə danışmalıdır. Əgər biz istəyiriksə ki, biri bizə vaxt ayırsın, biz birinin həyatına prioritet olaraq, ilk olaraq öz həyatımızda prioritet olmaq bacarmalıyıq. Bu çox önəmli, amma eyni zamanda çox edilə bilir bir şeydir. Çünki niyə? Siz gedib heç kimlə heç nə istəmirsiniz. Çox rahatdır. Gedib birindən istəmirsiniz ki, gəl mənə vaxt keçir, gəl mənə bunu al, gəl məni bura apar. Sadəcə özünüzə rəftarınızı dəyişdirirsiniz. Fransızların mədəniyyəti ilə bağlı mən çox kitab oxumağı sevirəm ki, hamıya da tövsiyə eləmişəm, həm rəfiqələrimə, həm ətrafımdakılara ki, ümumiyyətlə fransız qadınlarının özünə olan hörməti, kişilər haqqında bilmirəm bu hansı millətdir. Doğrudan da yəni təqdirə layiqdir. Məsələn, bu fransız qadınları ilə bağlı öyrəndiyim çox maraqlı fakt oydu ki, onlar nəinki daha çox xarici geyimlərlə, çoxlarına baxsanız, xarici arasında çox sadə geyimlər üstünlük verirlər ki, ağ koftalar, cins şalvarlar ola bilər və yaxud sadəcə çox kiçik detallı geyən. Başqa millətlərə baxanda çox rəngli də geyimləri yoxdur, amma ki, onlar özlərinə dəyər verdiklərini bununla yox, çox maraqlı bir faktla göstərirlər ki, onlar iç geyimlərinə çox önəm verirlər. Yəni, alt paltarlarını seçərkən, hansını ki, gündəlik həyatda heç kim görmür. Amma onlar başa düşürlər ki, bunu ancaq özləri görürlər və alt paltarlarını xüsusi seçməklə əminəm ki, bir çoxumuz da var ki, alt paltarlarını başqaları görmür deyə üst paltarına daha az diqqət yetirir və yaxud
gecə yatarkən seçdikləri geyimlərə də çox fikir vermirlər ki, bəzən cırıq ola bilər, bəzən köhnə ola bilər. Amma ki, fransızların çox fərqli bir mədəniyyəti var ki, onlar ilk öncə alt paltarına qiymət verirlər ki, bu çox zaman qadınlarda dəst formasında seçilir, xüsusi diqqət ayrılır. Həm keyfiyyətinə, həm onun dizaynına, həm doğrudan da ki, onlar güzgüyə baxanda onlar özlərini bəyənsinlər, nəinki ətrafdakı insanlar. Çox adam deyir ki, doğrudan da qadınlar əslində başqa qadınlar üçün geyinir, amma fransızlardan öyrəndiyim bir məsələ oldu ki, fransız qadınları özləri üçün geyinir, başqaları üçün belə yox. Və bu çox önəmlidir ki, mən bunu sınaqdan da keçirəndə artıq anladım ki, niyə belə bir məsələ var. Çünki siz artıq alt paltarınızı səliqəli, özünüzə dəyər verdirəndə bu insana doğrudan da o diqqəti göstərməyi özünə fərqli bir özgüvən qazandırır. Fərqli bir hiss verir ki, mən artıq gör öz bədənimə, belə baxanda üst geyimləri bədənimizə, alt geyimlərinə daha az təmas edir. Biz özlərimizə toxunan geyimlərə çox diqqət ayırmağımız artıq özümüzə dəyər verməyimizi göstərir və buna görə də deyirlər ki, hər zaman fransız qadınları dünyada kişilər tərəfindən də ən rəğbət görülən, çox hörmət göstərilən, diqqətə layiq olan qadınlardır və buradan da anlaya bilərik ki, doğrudan da bunların sirri ondadır ki, onlar ilk öncə özlərinə bu dəyəri verirlər. Yəni bu corablarından tutmuş, alt paltarı olsun, gecə geyimləri olsun bunlara. Yəni sizin heç kəs sizi görmədiyinizdə özünə göstərdiyiniz qayğı və yaxud diqqət və yaxud etdiyiniz seçimlər əslində sizin kim olduğunuzu göstərir. Çünki belə bir şeydə eşitmişdim ki, insanın əslində 3 fərqli xarakteri var. Bunlardan biri özü ilə tək olduğu zamandır. İkincisi yaxında, ətrafında yaxınlarının, dostlarının, ailəsinin olduğu zamandır. Üçüncü isə tamamilə tanımadığı insanların ətrafında özünü necə apardığı, necə rəftar elədiyidir. Və mən bununla tamamilə razıyam ki, bizim özümüzlə tək olduğumuz, heç kimin görmədiyini bildiyimiz anlarda özümüzlə necə rəftar elədiyimiz doğrudan da əsl şəxsiyyətimizi göstərən, əsl özümüz haqqında nə düşündüyümüzü göstərən çox vacib bir nüansdır. Düşünürəm ki, bu maraqlı faktla və bu nüansla bu podkast bölümünü bağlaya bilərik. Əminəm ki, sevgi haqqında mənim çox bölümlərim olacaq. Çünki doğrudan da mövzuda danışmağı da, müzakirə eləməyi də, başqalarının fikirlərini də öyrənməyi çox sevirəm. Bu bölümlük isə demək istərdim ki, sadəcə hər birinizə ilk öncə özünüzü sevməyi arzulayıram. Doğrudan da mənə də hər zaman bu məsləhəti verəndə mən soruşurdum ki, nə deməkdir ki sevgi? Okey, özümü sevim, neyniyim özümü sevmək üçün, yəni gözlənti nədir? Mən nə vaxt başa düşə bilərəm ki, mən özümü sevirəm, sevmirəm. Və bu qənaətə gəldim ki, özünü sevmək, ilk öncə özünə qayğı göstərmək, ən yaxşısını özü üçün eləmək. Bu demək deyil ki, ən bahalı şeylərlə özümüzü gedirik. Amma bu deməkdir ki, biz özümüzü pis hiss edəndə başqalarını xoşbəxt eləmək üçün nəsə eləmirik. İlk öncə seçim qarşısında qaldıqda belə özümüz və başqaları ilk öncə özümüzü seçirik. Çox klişe bir məsələ olan o oksigen maskasını ilk öncə özümüzə veririk. İlk öncə özümüzü sevgi ilə doyuzdururuq, öz sevgimizlə. Bu, yəni heç bir sevgi ilə əvəz olunmaz bir şeydir. Çünki hər an hər şey ola bilər. Sevginiz həyatınızdan çıxa bilər, valideynləriniz çıxa bilər, itirə bilərsiniz kimisə, dostlarınız həyatınızdan çıxa bilər. Ona görə yox ki, onlar pis insandır, sadəcə həyat belə gətirə bilər. Amma ki, bir insan biləndə ki, hamı getsə də həyatımdan, mənim həyatımda mən olacağım. Çünki bu həyatı sonuna qədər sadəcə özümüzlə yaşayacağıq. Və biləndə ki, okey, mən həyatımın sonuna qədər özümlə tək başıma qalacağım və mən özümü sevirəm. Bu doğrudan da insanın belə içinə su sərpən bir məsələdir ki, okey, mən ömrümün sonuna kimi məni sevən və mənim sevdiyim biri ilə yaşayacağım. Bu mənim özüməm. Və heç kim sizi özünüzdən ayıra bilməz, siz istəmədiyiniz müddətcə. Sadəcə biz icazə verdiyimiz hallarda biz özümüzü başqalarından aşağı görürük, onlardan daha az diqqət veririk özümüzə. Amma biz buna icazə vermədiyimiz müddətcə heç kimin buna gücü yoxdur. Hər birinizə bol-bol sevgi arzu edirəm. Ümid edirəm ki,
Bu mövzuda sizinlə də necəsə bir müzakirələrimiz ola bilər, şərhlərinizi görə bilərəm bu mövzuda və yaxud hər hansı bir suallarınız varsa mənim kimi necə sevgi vermək lazımdır sizə, necə özümüzü sevmək lazımdır, hər hansı bir mövzunu doğrudan da araşdırmaq, o sözün arxasındakı mənanı başa düşmək istəsək, əminəm ki, onlar haqqında da bir bölümlərimiz olacaq. Hələ ki sizi çox sevirəm, çox sağ olun mənə ayırdığınız vaxtınıza görə, öpürəm.